bilmir, nə vitaminlərimiz yararına bilmir, nə də albumin kimi önəmli olan qanda önəmli funksiya görən zülallar yarana bilmir. Və bu nəticə etibarilə qaraciyər yetməzliyinə və şəxsin həyatının çox pis bir mərhələsinin başlanmasına səbəb olur. Təbii ki, birdən-birə baş vermir. Ona görə də qidalanma bizə qıraqdan sadə kimi görünsə də ya da qida bolluğu sadə bir şeymiş kimi görünsə belə, zamanla həm qarın piyinin yaranması, həm metabolik sistemin alt-üst olması, bura hansı ki, şəkər xəstəliyi aiddir, ürək-damar xəstəlikləri aiddir. Həmçinin də qaraciyərin get-gedə funksiyasının pozulması nəticə etibarilə sirroza qədər gətirib çıxarır ki, burada ya şəxs ölməlidir, ya da pulu varsa əgər qaraciyərini transplantasiya etməlidir. Yəni, başqasından qaraciyər almalıdır. Bunun da nə qədər tutacağı, nə qədər qalacağı həmin şəxsdə sual altındadır. Buna görə də önəmli olan bu mexanizmi başa düşmək və bu mexanizmə qarşı bir şeylər etməkdir. Və bunun da kökündə təbii ki, əgər siz spirtli içkilər qəbul etmirsinizsə, kökündə qidalanmanı normaya salmaqdır. Yeyəcəyimiz bizə lazım olacaq qədər yemək, artığını isə depolamamaq. Çünki əslində qaraciyərin bu yağqalı qaraciyər yağlanmasına gətirən durumu məhz onun depolama funksiyası ilə əlaqəlidir. Biz o qədər yemək yeyirik ki, məsələn, o artıq müəyyən qədərini istifadə edir, bədən özünə lazım olanı, amma özünə lazım olmayandan artıq miqdarda qalarsa, bunu yağ şəklində qaraciyərə depolayır. Bu isə bir müddətdən sonra depoların çoxalmasına və artıq normal funksiyanın itməsinə gətirib çıxarır.